Salam dostlar, necəsiniz? Bugünkü videomuza xoş gəlmisiniz. Trendyoldan sifarişlərim gəlib. Videonu biraz gec başlatdım. Çünki biraz işlərim var idi. Uşaqları parkinqaya aparmışdım. Bunları da saxlamağa icazə vermirlər uşaqlar. Ona görə videonu başlatmağa qərar verdim. Uşaqlara, özümə, yoldaşıma sifariş vermişdim. Bəziləri de Costco'dandır. Bəziləri isə başqa yerdəndir. Bir şey gətirsən üçün. Anarın corabı yox idi, qısa corab götürmüşəm. Defakton corabları qəşəng olur, keyfiyyətli olur. Mavi kimindir? Aç baxaqdım ama benim yadımda. Ataya kofta götürmüştüm mavi. Sök, bəs et. Kimindir? Sənin. Sən də koftan. O sənin dəstin. Bilirəm. Bunlar kiminsə bilirəm. O da atanındır. Bu ananın şortik olmalı. Bu kimindir? Anara şortik geçen. Bu mənə seçdim. Anara şortik götürmüşəm. İnşallah qısa olmaz. Böyle. Bu yaxşıdır. Hoşum gəldi. Sən at şöyle. Bəyənirsən mi? Süperdim ama süperdi. İstədiyin kimi giymişdim. Fatimə geniş paltarlar xoşlayıb. Onu göstərdim ki. Bunlar sənin şortiklərindir. Hadi. Hadi. Instagram sayfalarda var Fatimə. Hadi. Bu çox ucuz gəldi. 2 dənə şortik 7 manat. İstəyən sifariş edə bilər. Instagram sayfasını da göstərirəm. Birdən belə şort. Bu şey, dəstir. Birdən Lasini ilə koftası. Bu da çox xoşum gəldi. Biraz böyük rəzmə götürdüm çünki Fatimə böyük xoşlayır. 13-14 yaş. Düz ama əynin olacaq. Şortik baxa. Şortik biraz qısa olacaq. Qısa şortik çox xoşlamır. Evdə giyinərsən də. Baxarsan da yəni. Bəyənsən. Bəyənməsən də evdə giyinərsən. İçmir. O da atanım. Mənə gələndə də işlə olmaz. Bu qədər şey var. Bilmirəm, baxaq da. Məncə hələ səndə bir şortik idi, bir də pasta. Məndə Bunlar çox şey də var. gör nə gözəl rəngi var. Bu anara şortik atıyor. Hə, anarın şortiki də. Anarın şortiki qəşəngdir, bu da qəşəngdir. Material da qəşəng. Bunu yoldaşıma götürmüşəm. Ən sevdiyim rəng. Bunun tündü də xoşuma gəlir. Mən göy xoşlamıram, Fatimə. Sen pink istiyorsan. Ben black da bilirim. Ha, bu da mənim. Nəhayət özümə də bir şey. Yox, bu da atanımdır. Hə, qara mənim. Hələ yarısı da yoldadır. Bəziləri var, gəlib bəziləri. Böyle. Bu senin de. Yox, atandır. Bunu da yoldaşıma götürmüşəm. Bunları atmışım. Bunun da rəngi geçer. Boz reçti. İkinci favorim. Üçüncü favorim kardeşim. Bu da yoldaşıma. Geçenli bunlar. Sağ ol. Kıyası. Ondan dursan o karşı gelin. Ne getir? Tuvalet de getirdim. Ha, bu benim nihayet. İyi sen. Resmen. Sen papaz değildi. Sana göne gideceğim. Senin başka ne götürmüşsün? Yılçın O da yeni benim. vardı. O da benim çoktan. Bu akan bir. Ya onu özüme götürmüşüm. Çok nazik. Olsun onu görsen yiyecek. Defaktodu bu da. Geçenli qara. Qara da xoşum gəlir. Bunu da özüme götürmüşəm. Mən də uzun koftalar xoşlayıram. Ben. Onu da özüme götürmüşəm. Yanmasında. Ben kara şortikim var idi. Ondan yarışarım. Bu da biraz nazik olsun.
Geçti. Yine boş oturabilmədik. Gedirik. Anara da maşın sürmeye. Ona da doğru bana. Oraya girmeye. Yola gidiyoruz. Ana yolu çiziyor. Bunlara mesela. Esasen 4 yol ayrı olan. Çünkü orada Kahramanlık yoluna gider. Hep buradan olan görüşürüz. Sen görürsen de sana ayarlanmıyor. Ben ayarlanmıyorum. Buradan yolun arkasına gidiyorum. Buradan özün arkasına gidiyorum. Gəldik. Anarla gün olacaq bu yaxınlarda. Görək restoran axtarıq. Burada qeyd eləmək istəyirik. Mamanla günü keçirdik. Xoşumuza gəldi. Kort da var. Anarımız maşın sürməyi yavaş-yavaş öyrənməyə başlayır. Mən də öyrəndim. İkiniz də öyrənin, siz bizdən qoçaqsınız. İndidən maşın sürməyi bilin. Necəsiz, nə edirsiniz? Vav, nənən həyəti üzü yaşıllaşır. Nə qəşəng. Üzümlər yarpaq açıb, nəhayət. Anacığın iki şeydir. Çıqqış, çıqqış. Limonlar çiçək açıb. Burada da heyva çiçək açıb. Heyva çiçək açmış. Yaz mı gələcək? Belə getdik, danışdıq. İnşallah anarla günün ən yaxşısı ilə hardasa eləmək. Bu cavallıdır. Cavalların balaca qoyun tutsam. Balaca qırmızı olur. Hər il çox gətirir. Görə bu il necə gətirəcək. Bu da gilas, vişne. Bu da açmış balaca çıxır. Burada atam gül əkmək üçün yerlər hazırlayır. Bu gülləri yəqin bura köçürdəcək ya nəsə. Qızıl güllər də açır. Bu yarpaqların gözəlliyinə baxın, xalaları. Mis. Sən büyüyəcəndə üzüm mü olacaksın? Hələ olmağı fikirləşir yəqin ki. Beşimizi meşokumuzu tökdük. Bu da güllər boylanıb çiçək açılır. Burada xiyarımız var. Orada şüd. Xiyarları yəqin əkəcək o qıraqdan. İndi biraz böyüsün. Limonun gülləri. Buraya içəri girəndə ətri adama ləzzət edir. Burada da lilyalar.
Burada vəzəri. Ala bilmirik. Vazardı. Vazardı nədir ala bilmirik. Vəzəri. Mama dedi vəzərdir. Papa bu tamaşa sürə bilərəm. Soyuqdur, dava içəri. Deyirəm də, Naci girmişsən, istəyir. Ay Mustafa, eləməyin. Girin içəri, soyuqdur. Nəsə, həyətdə bu qədər dəyişikliklər var. Doğrudan çiyələklərə baxaq. Çiyələklər hələ də düzdür boylanıb, amma hələ də çiçəkli. Bu nəsə şaftaldır deyəsən, bunun dərmanlayacaq atam. Nəsə yarpaqları əzilib büzülüb. Uşaqların səsi, küyü, yay başladı da hələ hava sərindir. Uşaqlar birləşdi, səsləri götürür. Belə hər yer yaşıllaşır. Alçalardır bunlar. Bu alçalar da böyüyür. Ki böyüsün, duzla yiyərik. Nəsə, mən ucu dondum, qaçım evə. Bizi bura gətirən səbəblərdən biri Mart kətəsi. Qaldıq anamgildə, videonun davamını çəkirəm. Dünən heç nə çəkə bilmədim, hava soyuq idi. Girdik içəri. Atamın etdiyi lilyalar artıq çıxır. Burada biraz nərgiz əkmişdi deyəsəm. Ana, gəl üzüm yarpağı yığaq. Nanələr də çıxır. Nə əkəsən səncə? Gecə də biraz şey yığaq. Üzüm yarpağı yığaq. Gəl çıxırıq da, gəl tez o yığaq. Nə? Qurt? O qurt deyil bu. Ha, orada. Dəmi o xeyirlidir. İndi çıxdı da. Təzə çıxdı da, diridir. Balığa gedək ama. Balıq tutmaq. Fatimə gəlirsən? Vay, ne çiçekti bura. Seç Kur'an'ı. Şöyle gidiyoruz. Uşaqlar qurt tapıbdı. Bizdə qurt deyirlər. Qurdu. Bir dənə türk yeməyi bilirəm. Onu eləyəcəm. Asma yarpağı ilə olur.
Biraz da nane yığın. Salatlarda. Elə suya da atanda qəşəng dadı verir. Gəl ana, gedək. Lavaşımızı da gətir. O biraz saralıb ha. Görək bundan nə vaxt çıxır. Nə qədər jura qazıb gətirmişsən. Gəl ürəyim, gəl gedək ta. Vaxtdır. Mən hazıram. Partimə çəkdi, düzdür. Artıq gül açıb. Həyətin gözəl zamanları gəlir. Neyse artıq hazırlaşırıq çıxaq. Bugünlük də bizdən bu qədər olsun. İnşallah gələn videolarda görüşərik. Sağ olun. Özünüzə yaxşı baxın.